18 yaşından qız ərə gedir, gedən gündən də yaşlı kişi ilə qadını verirlər ki, ala, bax. Niyə baxmalıdır ki? Cavanla yaşlı bir evdə qala bilmir. Yavan istəyir ki, getsin, çimsin, bəzənsin, əri üçün saçını, başını kulatq eləsin. Qaynatan yanında nətər geyinsin o paltarları? Ərinin gözünə necə gözəl görsənsin. Biraz da evin ortasında fırlanan kimi qaynana vedrə bağlayır. Yaman o quyruq buluyur, Gedir oğlunun istəmədiyi 18 yaşında göz açılmamış birini gətirir, soxur 4 divarın arasına. El üzünə şeylədi. Arvad gətirdi oğluna. Hə, ala yığışdır. O da rayondan gəlib. Sevinir mənim kimi ki, tualet evin içindədir. Bomba kimi şəhərdə yaşayır. Bura 1 kilometr yol getməyəcəm tualetə. Nə yaxşı oldu, üşüməyəcəm. Hamam evin içindədir. Gün görür, bəxtəfər başına. Bir gözlüklə 40 ilin başında bir dənə toy olur. Hə, o toyda aldıqları qızıllar taxırlar. Biraz da geyindirirlər. Hə, çıxartdılar ortaya. Elə xatirli bir ortalıqda oynatdılar. Bomba kimi. Bu da oldu ailə. Oğul da səhər axşam gedir işə, işdən qaydanda qarajda yarım saat mahnıya qulaq asır. Dilbərim. Qışqırır gedir şeydə, pubda zatda. Bir müddət sonra ümumiyyətcə ailə bağlarda qopur. Hər həftənin 6-cı gün nə bilim hansısa dostunun dədəsi rəhmətə gedir, rayona gedir sevgilisi ilə. Bu dəqiqə 70% ailələr bu vəziyyətdədir də, yəni. Elə bilirəm ki, gəlin heyvan zatdı, qızışdım yenə. Səni bir gündə saxlamaram. Atın qızını qabağında işlədir, hambalçılıq elətdirir. Nə bilim, oğlunun arvadlığını elətdirir. Elə bilir, o lazımsız, dəxilsiz nəslini də artırır. Dalınca da qayıdıb deyir ki, şeydir, saxlamaram. Kim saxlayır? Dərinliyə gedində vallahi elə gəlin sizi saxlayır. Zirzibilinizi də təmizləyir, nəslinizi də artırır. O olmasa çoxdan kəsilər nəsliniz. Gedin elə birini yiyin, başına da fırlanın. Nə deyir? Gəlin deyir, gəlin olmur. Getdiyi yer gəlin olur. Belə bir söz deyirlər. Ya onsuz da bugünkü gündə oğlanların çoxu ailəsinə qan uddurur da. Ən azından bir qaynanalar, baldızlar biraz aşağı qoysunlar. Sən belki sən öz həyatın yoxdur. Misal üçün, bax, mən baldızam. Mən öz həyatım yoxdur. Səhər axşam yığım gəlinimizi ki, nağarsan, yemək pişirdinmi? Mən bir şəxs həyatım var da, yəni. Əkə-bəkə arvad o. Ərə gedən kimi hamısına güncəllənmə gəlir. Baldız güncəllənməsi, qaynana güncəllənməsi. Duruş budur, bax. Allah biz də gəlin olmuşuq da. Aynı sən gəlin olub görməmsən deyə də görməməlidir. Dəyişdi də, nəysə dəyişdi. Zənciri qır. Özündən sonra adam balası kimi yaşasın da. Yenə xoddanmışam, dayanmır.